Bu ilin ilk 3 ay ərzində Azərbaycandan xarici ölkələrə ümumi dəyəri 42 milyon 301,5 min dollar olan 306 ədəd avtomobil ixrac olunub. Yenavaz.com xəbər verir ki, ixrac olunmuş bir ədəd avtomobilin orta gömrük dəyəri 138 min dollar olub. Qeyd edək ki, avtomobillər ən çox Qazaxıstan ixrac edilib. Bu ilin ilk 3 ayında Azərbaycandan Qazaxıstana 136 ədəd avtomobil ixrac edilib və ixrac olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 93 min dollar təşkil edib. Ən az avtomobil isə İrana göndərilib. İrana son 3 ayda cəmi bir ədəd avtomobil göndərilib və onun da gömrük dəyəri 15 min dollar olub. Ən bahalı avtomobillər isə Qırğızstana ixrac edilib. Yanvar-mart aylarında Qırğızstana 17 ədəd avtomobil göndərilib və bir ədədinin orta gömrük dəyəri 405 min dollar təşkil edib. Ən ucuz avtomobillər isə ABŞ-yə göndərilib. Bu ilin ilk 3 ayında Azərbaycandan ABŞ-yə mühərrikinin həcmi 1000-1500 kub santimetr olan bir ədəd daxili yanma mühərrikli nəqliyyat vasitəsi göndərilib və avtomobilin orta gömrük dəyəri cəmi 1000 dollar olub. Bundan başqa ABŞ-yə mühərrikinin həcmi 2500 kub santimetrdən çox olan 2 ədəd daxili yanma mühərrikli nəqliyyat vasitəsi göndərilib ki, bunların da bir ədədinin orta gömrük dəyəri 4500 dollar təşkil edib. İxrac olunan avtomobillərin arasında ən bahalısı Qazaxstana göndərilən elektrik mühərrikli avtomobil olub. Bu avtomobilin gömrük dəyəri 495 min dollar olub.